Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil ve leyyekel fərəc. Məkasib kitabından 359-cu dərsi oxuyuruq. Bugünkü dərsimizdə mövzumuz dəyişir. Bura qədər oxuduğumuz bəhs rüşvətdən gedirdi. Lakin bugünkü mövzumuz, bəhsimiz sehirdən gedir. Məkasib-i Muharrəmənin 10-cu məsələsi sehirdən bəhs edir. Görək, dinimiz sehrin haqqında bizə nə məlumat verir və sehrin hökmü dinimizdə, məzhəbimizdə nədən ibarətdir? Təbii ki, sehr haramdır və sehri fars dilində tərcümə eləyirlər caduya. Sehr yəni cadu. Lakin alimlərimiz sehrə nə tərif deyiblər? Yəni sehrin tərifi nədir? İnşallah bu bəhsdə onu oxuyarıq. Və mərhum Şeyx Murtəza Ənsari buyurur, Əl-Aşirə, yəni Məkasib-i Muharrəmənin 10-cu məsələsi Əs-Sehr, sehirdir. Buyurur, Əs-Sehru haramun fil cümlə. Sehr fil cümlə haramdır. Bu fil cümlə sözünü qabaqki bəhslərin birində izah eləmişik. Necə məntiqdə oxumusunuz? Bir dəfə mucəbəyi kulliyyə var, bir dəfə mucəbəyi cüz'iyyə var. Bu fil cümlə sözü tərcümə olunur mucəbəyi cüz'iyyəyə. Yəni, sehr kullən haram deyil. Mucəbəyi kulliyyə deyil. Bəlkə mucəbəyi cüz'iyyədir. Yəni, bəzi yerdə sehr haramdır, bəla xilafin. Yəni, alimlərin arasında ixtilaf olmadan bu haramdır. Nəyə görə mucəbəyi cüz'iyyədir, mucəbəyi kulliyyə deyil? Deyirlər, məsələn, o zaman ki, sehirbazlar, cadugərlər ki, çox oldu, insanlara zərər vurdu, onların cadusunun müqabilində cadu eləmək olar ki, onların cadusunu batil eləyəsən. Əgər burada mucəbəyi kulliyyə olsaydı, desəydik ki, kullu sehrin haramun, bütün sehirlər haramdır, onda bu yerlərdə şamil olardı. Halbuki bu yerlərdə buyururlar, sehr eləmək olar. Ta sehirbazların sehri batil olsun. Ona görə mucəbəyi cüz'iyyə ilə deyir. Yəni, o sehri ki, mənfəət gətirir insanlara, insanları şərdən, bəladan qoruyur,
deyiblər bəziləri bu icazəlidir. Əlbəttə, bu da ixtilaf var burada. Bəziləri deyiblər icazəlidir. Ona görə bu mucəbə-i külliyyə ilə deməyib. Kullu sehrin haramun deyilməyib. Kullu sehrin haramun deyilsə, onda belə olar. Əs-sehru haramun belə xilafin. Fil cümlə sözü orada deyilməz. O fil cümlə, yəni fi bəzi məvarid. Sehr küllən haram yox, bəlkə fil cümlə haramdır. Mərhum Şeyx Murtəza Ənsari bu fil cümlə sözü ona görə deyibdir. Əs-sehru haramun fil cümlə belə xilafin. Yəni, sehrin fil cümlə haram olmağı üləma arasında ixtilafsızdır, ixtilaf yoxdur. Bəl huvə zəruriyyun, bəlkə sehrin bu cür haram olmağı zəruridir, yəni dinimizin zəruriyyatındandır. Necə namaz zəruridir, oruc zəruridir, həc zəruridir, sehrin də bu cür haram olmağı zəruri dindir. Kəma səyəci'u, necə bu barədə bəhsimiz, söhbətimiz gələcək. Vəl-əxbaru bihi mustafizətun, və sehrin haram olmağına rivayətlər en qədərdir. Yəni, bu barədə çoxlu rivayətlərimiz var. Müstəfiz rivayətlərimiz var. Minha, o rivayətlərdən birin nəql eləyək. Ma təqəddəmə, özü də bu rivayəti biz qabaqda nücum bəhsində oxumuşuq. Ma təqəddəmə min ənəs-sahir kəl-kafir. Rivayət buyurur, sahir, o şəxsi ki, cadu ilə məşğuldur, bu kafir kimidir. Kafir necədir? Bu da onun kimidir. Bu bir rivayət. Və minha, ikinci rivayət. Qovlu aleyhisselam. İmam aleyhisselamın qovlu. Yəni sözü. Mən təalləmə şeyən minəs-sihr qəlilən əv kəsirən fəqət kəfərə. Mən təalləmə şeyən minəs-sihr. Hər kim sehirdən bir qədər örgənsə, onun hökmlərini, onun qaydasını örgənsə, qəlilən əv kəsirən, istəyir o sehirdən az bir qədər örgənsin, ya çox örgənsin, fəqət kəfərə. Bu şəxs artıq kafir olubdur. Artıq bu şəxs dindən çıxıbdır. Və kana axiru əhdihi bi Rabbihi. Bu şəxs elə bil, öz Rəbbi ilə axırıncı əhdidir. Yəni, əvvəl müsəlman olduğu zaman Rəbbi ilə əhdi var idi ki, ilahi, mən sənə təslim olmuşam, mən müsəlman olmuşam. Elə ki, getdi, cadu elmindən biraz örgəndi. Bu elə bil, o Allahla olan əhdinin sonudur, axırıdır. Yəni, dindən çıxdı. İlla ən yətub. Məgərin ki, belə bir şəxs tövbə eləyə. Tövbə eləsə,
Allah onu bağışlayar. Allah ona rəhm eləyəcək. Bu ikinci rivayət. Və fir rivayəti Səkuni ənis-Sadiq əleyhissalam. Üçüncü rivayət. Səkuni bir ravidir. Altıncı imam, İmam Cəfər-i Sadiq əleyhissalamdan nəql eləyir. Qalə, imam buyurdu, Qalə Rasulullah sallallahu aleyhi və aleyh. Peyğəmbərimiz buyurub, Sahirul muslimin yuqtəl. Müsəlmanın cadügərini öldürərlər. Yəni, müsəlman sehr eləsə, sahir olsa, yuqtəl, o öldürülər. Və sahirul kuffar la yuqtəl. Amma kafirin cadügərini isə öldürməzlər. Müsəlmandan bir nəfər çıxsa, sehr eləsə, bunun hökmü qətildir. Kafirlərdən bir nəfər çıxsa, sehr eləsə, bu öldürülməz. Bunun hökmü qətil deyil. Qeylə ya Rasulallah, limə la yuqtəl sahirul kuffar. Bir nəfər dedi ki, ey Allahın Rəsulu, niyə kafirdən bir nəfər sahir olsa öldürülməz, amma müsəlmandan olan sahir öldürülər? Qalə sallallahu aleyhi və aleyh, Peyğəmbər buyurdu, Ləənnə şirkə əzəmu minəs-sihr. Dəlil, birinci dəlil budur ki, kafirin sahiri öldürülməz, ona görə şirk, Allaha şərik qoşmaq, sehirdən daha böyükdür. İkinci dəlil, və ləənnə sehrə və şirkə məqrunan. Sehrlə şirk, ikisi bir-birinə yaxındır. İndi bu iki dəlil olarmı kafirin, sahirinin öldürülməməsinə ya yox? Və bu dəlillər necə izah olunur? İnşallah gələn dərsimizdə söhbət edərik. Elhamdülillahi Rabbil aləmin.